Recordingi başladım. Bugünkü mətnimizdə mən birinci qar uçqunudur. Bu arzuladığımız məkan idi. Dağda gözəl bir ev. Bu evin tikilməsinə bir neçə il vaxtımız getmişdi. Amma cəmsi 10 saniyə vaxt kifayət elədi ki, evimiz göz qırpımında xarabalığa çevrilsin. Fəlakətin baş verdiyi gün həyat yoldaşım 6 yaşlı oğlumuz da özü ilə götürüb yola çıxmışdı. Mən onlara bir qədər gec qoşulmalıydım. Xəbəri günorta aldım. Gəlib çatanda xilasetmə dəstəsinin əhatəsində olan doğmalarımı gördüm. Onların sağlığı mənim üçün əvəz olunmaz möcüzə idi. Daxmanın arxasındakı meşəyə baxdım. Gördüklərim məni sarsıtdı. Qar kütləsi ağacları kibrit çöpü kimi qıra-qıra yamaç boyunca üzü aşağı gəzibmiş. Deməli, qar uçqununun dağ evimizi nə kökə saldığını gördüm. Dağ yuvamız məhv olmuş deyək. Etiraf edim ki, dağ evimizin darmadağın olması məni üzmüş. Və görürsünüz, burada darmadağın olması deyirsə, deməli sən burada darmadağın olmuş deyə də məhv olmuşdu yazmalısan da. Aha. Ruh düşkünlüyünə salmışdı. Üstündən xeyli ötəndən sonra da mən sakitləşə bilmir, düşünürdüm ki, axı niyə başımıza belə bəla gəldi? Bu yerdə mən öz hekayəmi bitirə bilərdim. Amma onda siz həmin gün baş verən möcüzədən xəbər tutmazdınız. Yoldaşım danışır ki, həmin gün yola çıxan qonşu qadın qar çovğunun başladığını görüb geriyə, üz yuxarı kəndə doğru qaydırmış. Çovğun şiddətlənir, şaxta qılınc kimi kəsirmiş. Əyri-üyrü dar yolda qonşu qadının maşını sürüşməyə başlayıb. Öz maşınında onunla üzbəüz gələn həyat yoldaşım var gücü ilə əyləci bassa da xeyri olmayıb. Maşın dayanmayıb. O qarlı dağ yolu ilə sürət götürüb üz yuxarı şütüyüb. Son anda sükanı döndərib maşın qabağı yoldakı qar topasına ilişib. Arxa tərəf isə əks tərəfdəki topaya sürtünüb. Həyat yoldaşım danışır ki, qonşunun maşınını çıxartmaq üçün bir saat əlləşiblər. Axırda nailic qalıb kömək üçün kurort ərazisinin xilasedicilərinə müraciət ediblər. Biz bu qəzanın ora-burasını bəzəyib biraz gülüşdük. Bu hadisənin misilsiz dəyəri mənə yalnız sonradan çatdı. Əgər bu xoşagəlməz qəza baş verməsəydi, ailəm qar uçqununun altında qalacaqdı. Mən bu hadisə barədə tez-tez düşünürəm. O zaman qonşunun maşını yolunu kəsərkən yoldaşımın nə qədər əsəbləşdiyini təsəvvür edirəm. Onda bu vəziyyət qadınların hər ikisinə bədbəxtlik kimi görünübmüş. O vaxtdan mən həyatımda baş verən hadisələri tələsik qiymətləndirməyə can atmıram. Vaxt ötdükdən sonra əvvəlcə xoşagəlməz görünən hadisənin gerçəklikdə xeyir gətirdiyi üzə çıxır. Hansısa bəla üz verəndə axı niyə görə deyib, şikayətlənmək əvəzinə mən sadəcə olaraq belə deyirəm. Buna da şükür. Sonra isə möcüzənin təsdiqini gözləyirəm. Deməli 100% nöqtələrin yerini tamamlayın deyəndə məhv olmuşdu, darmadağın olmuşdu. Burada da şikayətlənmək əvəzinə yazmaq daha məntiqli sayılır. İndi deyir ki, tünd qara hərflə verilmiş ifadənin kontekstə görə mənasına uyğun ifadələrini müəyyən edin. Məni üzmüş deyir. Yəni, bu insan üzülübsə, neyinib? Kədərlənib də hər halda, düzdür. Kədərlənib, 5. Kədərlənməyin sinonimi nədir? Qəmgin olub, 3. Pərişan etmiş, 1. Cin atına minmək, əsəbləşmək anlamını ifadə edir. Sonra peşman etməkdə, yəni əlaqəsi yoxdur. Cavab olur 1-3-5 A variantı. 202. Deyir ki, əvvəlini işarə qoymuş cümlələrin hansında məntiqi cəhətdən uyğun olmayan ifadə işlənir. Şu an bayaqları üçbucaq cümləsində oxuyanda fikir verdiksə bilmirəm, biraz duruxdum. Çünki orada deyir ki, o qarlı dağ yolu ilə sürət götürüb üz yuxarı şütüyüb. Əgər bu dağdırsa uşaqlar, üz yuxarı heç vaxt şütüyə bilməz. Çünki üz yuxarı gedəndə dağın üz yuxarısına doğru hərəkət eləyəndə uşaqlar, aydın orada yalandan çəkməyi yığışdırdı bala. Mən olsa çəkirəm, izah eləyirəm. Sən orada nə hoqqa çıxartırsan hər dəfə. Mən hər dəfə niyə sən adını çəkib bunları deməliyəm. Dağdırsa bu məsələn. Dağdırsa. Üz yuxarı şütümək olmaz. Çünki üz yuxarı gedəndə hərəkət biraz daha ləng hərəkət olunur. Şütümək isə yəni sürətlə getməkdir. Üzü aşağı şütüyə bilər. Üzü aşağı şütüyə bilər. Ona görə də məntiqi cəhətdən uyğun olmayan cümlə ifadə budur, bax. Üzü yuxarı yerinə üzü aşağı yazılmalıdır. Üzü aşağı.
Çünki frəni də basa bilmir də. Deyir ki, əyləci də basıram, nə qədər basanda xeyri olmur, yenə də dayanmır maşın. Üz yuxarı əlbəttə ki, o mümkün deyil. Ona görə cavab olur üçbucaq cümləsi C. Keçirəm 203-cü suala. Cümlələrdən biri mətndə ifadə olunan əsas fikir hesab oluna bilər. Mətndə olan əsas fikir nədir? Yəni, hər bir mənfi şeydə müsbət bir nəticə axtarmaq lazımdır. Şikayətlənmək lazım deyil. Niyə oldu deyə şikayətlənmək lazım deyildir. Baxırıq. Şər deməsən xeyir gəlməz. Burada heç kimə şər xeyir demir. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndürür. Burada heç kimə cəhənnəmə döndərməz. İnsanlar yalnız təcrübəyə görə deyil, həm də təcrübələrindən aldıqları dərslər müqabilində yetişdirilir, yetişməkdən söhbət getmir. Dünyada təsadüf yoxdur. Bu dünyada hər şey ya sınaqdır, ya da cəzadır. Baxın, dünyada təsadüf yoxdur desəydi təkcə, bəlkə də düz götürmək olardı. Amma orada deyil, bu dünyada hər şey ya sınaqdır, ya da cəza. Burada cəza deyilə bir şey yoxdur axı. Hər işdə bir xeyir var. Y variantı özümüzün gül kimi atalar sözümüz. Hər işdə bir xeyir var. Hətta biz deyirik, hər şərdə bir xeyir var. Yəni, bir şey olmursa da sizin xeyriniz olmur uşaqlar. Bir şey olursa da sizin xeyriniz olur. Bunu həmişə yadda saxlayın. Həqiqətən elədir. 204. Çərçivədə verilmiş söz hansı sözlə əvəz edilsə, məntiqi uyğunluq bərpa olar. Səfərimizi sürtünüb sözlüyüdür oradan. Deyir ki, qar topasına ilişib, arxa tərəfi isə əks tərəfdəki topaya sürtünüb. Bu sözün mənası nədir? Əlbəttə ki, bərkidilib olmaz. Heç kim qar topasını bərkitmir ya da maşını bərkitmir. Dəyməklə sürtünmək eyni bir şey deyil. Vurulmaq da olmur, bağlanmaq da olmur. Dirənib. Ən məntiqlisi biraz bu gəlir. Maşını da tutaq ki, maşını çəkə bilməm. Maşını da tutaq ki, təkərlərimiz var. Max necə də gözəl maşını çəkə bilərik. Bu da qar uçqunudur. Dəyib, bu dəydi, sonra geri qayıda bilər də. Dirənib, sürtünüb deməkdir. Bu daha məntiqli cavabdır. Lazım deyil. 205. Giriş, əsas hissə, nəticə. Deyir, təsdiqini gözləyən möcüzə. Bu, bəs deyəcəm. Təsdiqini gözləyən möcüzə, baxaq görək, hardadır. Ən axırda yazıb. Sonra isə möcüzənin təsdiqini gözləyirəm. Təsdiqini gözləyən möcüzə ən axırıncı abzasdırsa, deməli, A-nı hara yazacaq? Nəticəyə. A-nı nəticəyə yazan kimi uşaqlar, cavabınız çıxır elə. A-nı 3-ə yazan kimi bundan hamısı gedir. Cavab Y. Bir saniyənin hökmü, orada deyir ki, saniyə məsələsi girişdə idi. Uğursuzluq hesab olunan xoşagəlməz hadisə əsas hissədədir. Hansı ki, o qadınların maşınları bir-birinin yolunu kəsirir o. Təmkinli olmağın möcüzəsi ən axırda. Deməli, təbiətin amansızlığı əsas hissə, o qar uçqunu məsələsi. Sonra 206. Altından xətt çəkilmiş söz. Bu hadisənin misilsiz dəyəri mənə yalnız sonradan çatdı. Əlbəttə ki, mətndə məcazi mənada işlənib. Həqiqi mənada o evə çatdı. Və yaxud da maşın rayona çatdı. Və s. Bu tərz cümlələr yazmalısınız. Çox asan sualdır. Bəli, olar. 207-ni dedim bayaq. Yadınıza gəlirsə, nöqtələrin yerinə uyğun ifadələr. Dağ yuvamız yaza bilərsiniz, darmadağın olmuşdu. Yaza bilərsiniz, dağılmış, nədir onun adı, məhv olmuşdu. Sonra, burada da şikayətlənmək əvəzinə mən sadəcə olaraq belə deyirəm. Ya da şikayət etmək əvəzinə də yaza bilərsiniz. Necə? Yerlə yeksan olmuşdu, yazmaq olar. Bala, xarabəyə qalmışdın, hara yazsan, körsən bala, burada olmuşdu sözünü görmürsən sən. Bu boyda olmuşdu sözünü görmürsən sən.
Gətir yaz onu. Gör olmuşdu yaza bilsən ondan sonra. İki yüz səkkiz. Xarabə olmuşdu nədir? Dağ yuvamız xarabə olmuşdu. Düzgün çıxmır axı. Heç olmasa yaza bilmirsən ondan sonraki cümlədə bax. Keçən də deyirəm axı özündən sonraki cümlədə illa ki onun belirtisini verir. Evimizin darmadağın olması. Dağ yuvamız darmadağın olmuşdu. Oy. Adam əsəbilirdik. Amma indi geriyə dönüb baxanda aydın görünür ki, onlar özləri də bilmədən xoşbəxt bir möcüzənin iştirakçısı olublar. Nömrələnmiş hansı cümlədən sonra artırmaq olar? Nə? Amma indi geriyə dönüb baxanda aydın görünür ki, onlar özləri də bilmədən xoşbəxt bir möcüzənin iştirakçısı olublar. Baxaq görək. Hansı cümlədən sonra? 5-dən sonra artırılır. Deyir, onda bu vəziyyət qadınların hər ikisinə bədbəxtlik kimi görünübmüş. Düzdür? Hər ikisinə bədbəxtlik kimi görünübmüş. Amma onda bədbəxtlik kimi görünübmüş. Amma indi geriyə dönüb baxanda aydın görünür ki, onlar özləri də bilmədən xoşbəxt bir möcüzənin iştirakçısı olub. 5-ci cümlədən sonra. Cavab 5-dir. 4 yazan səhvdir. Sonra 209. Deyir ki, nikbin insan xüsusiyyətlərindən hansı verilmiş mətnə aid eləmək olar? Seçdiyiniz hökmü mətndən gətirilən nümunə ilə əsaslandırın. Uşaqlar, bəzən şərtdə bir dənə cümlə deyir. Deyir, nikbin insan xüsusiyyətlərindən hansını verilmiş mətnə aid olan seçdiyiniz hökmü deyir. Amma bir neçə dənə seçilir. Belə olan halda. Sizə 5 dənə fikir verilibsə, heç olmasa ikisi seçiləcək adətən. Özünə qiymət ən yüksək səviyyədir. Mətndə özünə qiymətdən söhbət getmir. Uğursuzluqdan məyus olmurlar. Biri bu. Uğursuzluq onların evlərinin yıxılması, nə bilim, maşınların bir-birinin yolunun qarşısını kəsməsi məsələn. Bu. Sonra onlar yalnız xoş bir ünsiyyət axtarışındadılar. Xoş bir ünsiyyətdən söhbət getmir. Onlar hər zaman bağışlayırlar. Kimi bağışlayırlar? Onlar hər zaman ən yaxşı ümid edir və heç vaxt oxdan düşmürlər. Və bu ikisini seçməliydiniz. Birini seçibsə nə oldu işte. Əsaslandırma da belədir ki, orada deyir orada konkret situasiyanı əlaqələndirin. Deyir ki, həmin vaxtdan sonra mən baş verən hadisələri daha tələsik qiymətləndirmədim və zaman keçdikcə xoşa görülməz hadisənin əslində gerçəklikdə hansı xeyir daşıdığını araşdırmağa başladım. Yəni, nə xeyir gətirdiyini görməyə çalışdım. Yəni, uğursuzluqdan məyus olmurlar. Həmin o uğursuzluğun, məsələn, evinin dağılması, nə bilim, maşınların bir-birinin yolunu kəsməsi, bu bir uğursuzluq idi onun həyatı üçün. Amma məyus olmur, deyir ki, ən azından sevdiyim insanlar, həyat yoldaşım, oğlum sağdır. Hər zaman ən yaxşı ümid edirlər və heç vaxt ruhdan düşmürlər. Yəni, fikirləşirlər ki, həmin insanlar bu olmayıbsa da bizim yaxşılığımız üçün olmayıb. Olubsa da yaxşımız olub. Bu anlamda ikisini seçməliydiniz. Əsas mətndən çərçivədəki mətni müqayisə eləyin deyir. Yəqin ki, üslub sualıdır. Bəli, üslub sualıdır. Mətnimiz hansı üslubdadır? Bədii. Yəni, əsas mətni yazacaq bədii. Çünki obrazlar var. Filankəs, filankəs, filankəs. Düzdür. Nikbin insanlar deyil, pis nəsə baş verə bilməz. Baş versə belə o mənim üçün yeni təcrübə olacaq. Bu hal gələcəkdə daha böyük bəlalardan qorunmaq və daha ciddi səhvlər etməmək üçündür. Onlar baş verəcəklər barədə öncədən hər hansı bir fikrə malik olmadan yalnız pozitiv düşünürlər. Deməli, çərçivədəki mətn publisistikdir, bəli. Publisistikdir. Çərçivə
əsas mətndən gətirilən nümunələrdir. Üslubunu çərçivədəki mətndən fərqləndirmək üçün əsas mətndən gətirilən nümunələr. Bura məcazi mənalı ifadələr yazmalısınız. Qoy mən kitabda mətn açım. Oradan da bir də çevirməyim də. Neçənsə o? 210-dursa 210-un mətni. Məsələn, orada deyirdi ki, qar kütləsi ağacları kibrit çöpü kimi qıra-qıra yamaç boyunca üzə aşağı gəlibmiş. Yazıram ki, məsələn, qar kütləsi yazmıram. Deyək, kibrit çöpü kimi yazıram. Kibrit çöpü kimi. Bu nədir? Təşbih. Kibrit çöpü kimi. Məsələn, məcazi şeylər seçməsi də qısacası. Çünki deyir, üslubunu çərçivədəki mətndən fərqləndirmək üçün əsas mətndən gətirilən nümunələr. Kibrit çöpü kimi məcazidir. Nə bilim, ondan sonra burada əlbəttə ki, məcazi şeylər əlbəttə ki, vardır. Məsələn, axı nəyə görə? Cavab tələb etmək məqsədilə güdmür, bədii sualdır. Sonra deyir, onların sağlığı mənim üçün əvəz olunmaz möcüzə idi. Etiraf edim ki, dağ evimizin darmadağın olması məni üzmüş, ruh düşkünlüyünə salmışdı. Məcazi şeylər var. Başımıza niyə belə bəla gəldi? Bədii sualdır. Yəni, məcazi şeylər yazmalıydınız qısacası. Can atmaq falan yazmaq olar, amma dediyim kimi, nümunə deyəndə çalışın. Nümunələr deyir özdə birincisi burada. Nümunə deyir. Nümunə deyirsə, cümlələr yazmaz, sən az 1-2 dənə. Dediyim sadladığımlarını da yaza bilərdiniz. Məsələn, üslub deyir. Siz şeydən yapışırsınız. Frazoloji birləşmələr. Amma orada təşbihlər var, bədii suallar var. Yəni, onları qoyub necə də siz bədii şey yazırsınız? Elə can almaq, can vermək, nə? Harada ən görünməyən şeylər var, onları yazırsınız. Mənasızdır. Bu mətin qutardı. Başqa sualı olan var bu mətinlə bağlı, yoxdursa keçmə birisi mətnə. Məcazlar seçməz.